Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycan dövlət bayrağı ucaldılır. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Biz qayıtmış, durmuşuz burada, öz doğma torpağı. Dəfələrlə demişəm ki, heç vaxt biz bu işğalla barışmayacaq. Hər bir Cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq, ədalət zəfər çaldı. Müzəffər Azərbaycan ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı. Və əbədi dalğalanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.